Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda test 12'nin izahını verəcəm. İzaha keçmədən öncə kiçik bir xatırlatma etmək istəyirdim. Deməli, WhatsApp kanalımızın linkini videonun aşağı hissəsində açıqlamalar bölməsində qeyd etmişəm. Həmən linkdən keçid eləyərək bizim ödəniksiz şəkildə WhatsApp qrupumuza qoşula bilərsiniz. Deməli, siz o qrupa qoşularaq avqust ayından başlayacaq olan dərslər barəsində həm tez, həm də ətraflı məlumat əldə etmiş olacaqsınız. Ödəniksiz şəkildədir. Nömrə barəsində qətiyyən narahat olmayın. Heç qoşulan şəxslərin də nömrəsiniz mənə düşmür və yaxud da ikinci bir şəxs tərəfindən, üçüncü bir şəxs tərəfindən nömrəniz görsənmir. Siz sadəcə qrupa qoşularaq orada videolara baxa bilərsiniz. Sıfırdan mix səviyyəli olan dərsləri də özünüz izləyə bilərsiniz. Hal-hazırda kanalda cəmi 21 nəfər var. Avqust ayından etibarən dərslərimiz paylaşılacaq. Bu kanalın böyüməsində ümid edirəm mənə dəstəyinizi əsirgəmərsiniz və gəlin keçək testimizin izahına. Bir nömrəli sualda deyir ki, P parametrinin hansı qiymətində fx funksiyası tək funksiyadır. Artıq siz test 12'ye gəldiyinizə görə hansı funksiyaların tək, hansı funksiyaların cüt olduğunu yəqin ki bilirsiniz. Ona görə bu haqda biraz toxunmayacağım, videomun müddətini də uzatmaq istəmirəm. Ancaq narahat olmayın, ən xırdalığına kimi deyəcəm. Deməli, funksiyamın tək olması üçün, yəni bu cavabımın tək funksiya olması üçün, yəqin ki bu təməl qaydaları bilirik. Tək funksiyanı tək funksiyaya böləndə cüt funksiya alınır. Təki cütə böləndə tək funksiya alınır. Məsələn, cütü təkə böləndə yenə tək funksiya alınır. Və yaxud da təki t yazıram təkə, təki təkə vuranda cüt funksiya alınır. Yəqin ki bu haqda məlumatımız var. Ona görə də bunu bildiyimiz üçün yadınıza saldım sadəcə. Bu qaydadan bu sualımızda istifadə edəcəyik. Deməli, funksiyamızın tək olması üçün demək kəsrin surəti bura ya təkdir, məxrəc cüt, çünki təki cütə bölüblər, tək alıblar. Və yaxud da tərsinə, demək yuxarı cüt funksiyadır, aşağı tək funksiyadır ki, cütü təkə böləndə yenə tək alınır. Çünki bizdən tək istəyir. İlk öncə baxaq birinci halımıza. Yuxarının tək olması üçün. Tək funksiyalar nəyə deyilirdi? X-in qüvvəti tək olmalıdır. Sabit ədədlər cüt funksiya sayılır, unutma. Y bərabər 6. Bunlar cüt sayılır. Yaxşı. İndi, surətin tək olması üçün baxıram ifadəmə. Burada x-li bir ifadə var. Bu tək deməkdir. İndi, sabit ədədlər cüt olduğu üçün mən də yuxarını tək edəcəyimə görə bu sabit ədədi yox eləməliyəm. O zaman P-yə mənfi bir qiymətini verərəm ki, bu geçsin. Tamam, P-yə mənfi bir qiymətini verdik. Mənfi 1'in kvadratı 1, çıxılsın 1, müsbət 1 eləyəcək də. Bunlar gedəcək, qalacaq mənfi 2x. Mənfi 2x, bunlar da yoxa getdi. Bölünsün. P-yə mənfi 1 verdiyimiz üçün mənfi 2x, mənfi 1 verəndə üstə gələk 1. Bax. Surətdəki ifadə düzdür, tək funksiyadır. Ancaq məxrəcdə olan 2x təkdir, 1 isə cütdür. Tək ilə cütün cəmi nə tək, nə cüt sayılır. Mən sənə dedim ki, təki cütə bölsən tək alasın. Amma sən təki nə təkə, nə də cütə bölürsən. Bu haqda bir məlumat deyə bilmərik. Ona görə birinci şərtimiz bu hal ödəməli. Demək ki, bizim kəsirimizin surəti cüt funksiyadır, məxrəcimiz isə tək funksiyadır. Əgər cüt funksiyadırsa, burada x deyilən bir ifadə olmamalıdır. Ona görə də p kvadratı üzərinə gəlinsin p çıxılsın 2-ni 0-a bərabər edirəm. Tənliyimin kökləri burada mənfi 2 ilə 1'i tapıram. İlk öncə hansının ödəyəcəyini bilmək üçün yerinə yazacağım. Mənfi 2'ni aparıb yerinə yazsaq, burada mənfi 2 yazanda bura 0 edir. Mənfi 2 yazanda mənfi 2'nin üzərinə 1 gələndə mənfi 1 edir. Mənfi 2 yazanda məxrəcdəki bu ifadələr gedər və mənfi 2x qalar. Yəni 2x-də 1. Baxaq, surət nədir? Sabit ədəd, yəni cüt funksiya. Məxrəcdə x var, yəni tək funksiya. Cütü təkə böləndə tək funksiya edirmi? Edir. Ödədimi? Ödədi. Demək P-nin mənfi 2 qiymətində funksiyamız tək funksiya olacaq. Düzgün cavabımız B bəndi. 2 nömrəli suala gəlin bir yerdə baxaq. Funksiyanın qiymətlər çoxluğunu bizdən istəyir. İlk öncə bizə verilən yuxarıdakı ifadəni vurğulara ayıraq. X kubu üzərinə gəlinsin 8'i parçalasaq, kublar kimi, bunu 2'nin kubu kimi parçalayacağım. Bax yazıram, x üstə gələ 2. Birincinin kvadratı çıx, birinci ilə ikincinin hasili ikincinin kvadratı.
Daha sonra x çıxılsın 4. Məxrəci vuruqlara ayırsaq, köklər hasilimiz -8. Köklər cəmimiz 2 etməsi üçün köklərin bunlardır. -4 ilə 2. İndi müəllim, vuruqlar necə olacaq? -4'ü sola göndərsək, 2 üstə gələk 4. 2'ni sola göndərsək, 2 çıxılsın 2 bizim vuruqlarımızdır. İndi gəlik ən maraqlı yerinə. Buradan fikir versəz, eyni ifadələr. Üzr istəyirəm, burada nəyəsə səhvə yol verdik. Deməli, köklər cəmimiz müsbət 2 eləməlidir. Demək, köklər cəmimiz müsbət 2 eləyəcəksə, köklərimiz budur. 4 ilə -2. Aha. 4 bizim kökümüz isə sola göndərəndə x çıxılsın 4 olur. 2'ni sola göndərəndə x üstə gəlinsin 2 olacaq. Aha. İndi bax, bunlar ixtisar getdi. Bunlar da ixtisar getdi. Fx bərabərdir. X kvadratı çıxılsın 2x üstə gəlinsin 4 oldu. Bizə funksiyanın qiymətlər çoxluğunu istəyir. Bax, diqqətli şəkildə qulaq asın. Bu sual imtahanda mənə düşsəydi, mən səhv yazardım. Yəni, çünki incə bir dənə yer var. Qiymətlər çoxluğu necə tapılır bu funksiyanın? İlk öncə istəsəz birinci qayda ilə n-i tapmaq üsulu ilə tapa bilərsiniz. N-dən müsbət sonsuzluğa olacaq. Niyə? Qiymətlər çoxluğunda ax kvadratı olduğu üçün funksiyam, əgər a-mızın qiyməti müsbətdirsə, demək bu ifadənin ən kiçik qiyməti var. Ən böyük qiyməti yoxdur. Ən böyüyü olmadığına görə müsbət sonsuzluq qoydum. Amma ən kiçik qiyməti olduğuna görə n-ı tapacam. N ən kiçik qiymətdir. N-ın tapılma düsturu -d bölək 4a şəklində olacaq. Yəni mənfi diskriminantımız b kvadratı 4 çıxılsın 4ac. 4 vurulsun a'mız 1, c'miz 4. Bu edəcək 16, 4'dən də 16 çıxanda -12. Mənfi qarşıda var, bu da -12 etdi, müsbət 12. Bölünsün 4a, yəni 4. Cavab etdi 3. Ən kiçik qiymətimiz 3 olacaq. Ən böyük qiymətimiz müsbət sonsuzluq. Belə bir cavab varmı? Qəsdən veriblər. A yazırsan, amma cavab səhv çıxır. Niyə görə? Şagirdlərimə də mən dərsdə bunu deyirəm. Yadda saxla. 2 dənə ifadəni kəsrin surət və məxrəcində olan 2 ifadəni ixtisar etsən, bərabərliyin sağında və solunda olan ifadələri ixtisar etsən, orada sənin x-in varsa, o sənin kökündür. Sən onu ixtisar etmiş oldun. Ola bilər ödəyər, ödəməz, o ayrı məsələ. Amma ödəməsə bilər sənin kökündür. Necə? Burada biz x üstə gəlinsin 2'ləri ixtisar etmişdik. Bax, ixtisar etdiyin ifadələr sənin kökündür, sənin vuruqlarındır. Onları sıfıra bərabər etməlisən. Yazıram x üstə gəlinsin 2 bərabər sıfıra, x bərabər -2'yə. -2'ni yerinə yazsaq, məxrəc 0 etdiyindən ödəmir. Amma mənim köküm idi. -2 köküm də amma ödəmədi. Yəni -2 cavabını alanmaram. Deməli, ixtisar etdiyimiz ikinci bir ifadə x çıxılsın 4'dür. Onu da sıfıra bərabər etsək, x bərabər olacaq 4'ə. Amma 4 də məxrəci 0 etdiyinə görə bu da qiyməti almır. Bu bizə nəyə görə lazımdır? Bizim x-imiz heç bir zaman -2 ilə 4 cavabını ala bilməz. İndi aparıb bu qiymətlərdən hər hansı birini yerinə yazsaq, məsələn 4'ü. 4'ü aparıb burada funksiyamda yerinə yazsam, 4'ün kvadratı 16. 4 dəfə kim 8 üstə gəlinsin 4. Bu cavab eləyəcək 12. Biz 4'ü qoyanmarıq, düzdürmü? 4'ü qoysan, cavab 12 alınacaq. Sən də 4'ü qoya bilməyəcəyinə görə cavab da 12 ala bilməyəcək. Demək sənin funksiyanın qiymətlər çoxluğu 3'dən müsbət sonsuzluğa olmayacaq. Yəni bunun arasında 12 var deyə bu 12'ni almayacaq. Birləşir 12'dən müsbət sonsuzluğa deyə davam edəcək. Düzgün cavabımız E bəndi. Bəs müəllim, niyə -2'ni qoymadım? -2'ni aparıb da burada yerinə yazsan, yenə cavabım 12 edəcək. Bu cavabı almayacaq. Aydın oldu. Deməli, 3 nömrəli sualda bizə bir funksiya verilibdir. A parametrinin hansı qiymətlərində gx funksiyası bütün ədəd oxunda təyin olunmuşdur deyir. Bütün ədəd oxunda gx təyin olunub. Bu nə demək ki? Təyin oblası x-in alacağı qiymətlər mənasına gəlir. Bütün ədəd oxunda təyin olunubsa, demək x-ə hər şey verə bilirəm. Bizim qorxumuz nədir? Kökün altının mənfi olması, yəni kökün altı müsbət olmalıdır. Və məxrəc də 0 olmayacağına görə məxrəc 0 ola bilməz, kökün altında müsbət olmalıdır. X-ə nə verirəm? Verim. Əgər bütün ədəd oxunda təyin olunubsa, hər zaman bu kökümün altı müsbət və 0-dan fərqli olmalıdır. Düzdürmü? Fx-in qiymətini, bu verilən bu yekə ifadəni aparıb aşağıda fx-in öz yerinə yazaq. Bax burada.
Biraz uzun kimi görsənəcək, amma narahat olma, həlli rahatdır. Bax, yazıram yerinə. 1 bölünsün kök altında bu ifadəni yazsaq f(x)i. Yəni 2a minus 3 x kvadratı üzərinə gəlinsin 4 çıxılsın 2a2 üstə gəlinsin 2a çıx 3 bölünsün. Deməli 2a x kvadratı üstə gəlinsin 2a. Mən f(x)imi yazdım. Bu cavabı bura yazdım. Çıxılsın 1 var. Çıxılsın 1. Bu ifadə nədən böyük olmalıdır 0-dan? Ortaq məxrəc gətirdiyimiz zaman yenə surət qalar. Gəl bunu da vurub açaq. Bax bu ifadəni açacağım. Səbəbini birazdan görəcəksən. Yazıram 2ax kvadratı çıxılsın 3x kvadratı üzərinə gəlinsin 4 çıxılsın 2a2 üstə gəlinsin 2a çıxılsın 3. Bir bunların hər birinə dəyir. Bunların hər birinə dəyir daha, düzdürmü? Olur belə. Çıxılsın 2ax kvadratı çıxılsın 2a. Bir də bölünsün 2ax kvadratı üstə gəlinsin 2a şəklində olacaq. Diqqətlə bax. Buradan 2ax kvadratları gedər. 2a'lar gedər. Nə qaldı? Kökün altında mənfi 3x kvadratı üzərinə gəlinsin 4 çıxılsın 2a2 çıxılsın 3. Məxrəcdə də qaldı 2ax kvadratı üzərinə gəlinsin 2a. Sual bizə deyir ki, bütün elə-doxunda təyin olunub. Yəni x-ə hər şey verə bilərəm. Gəl sənə buradan bir qayda deyim. Əgər ax kvadratı üzərinə gəlinsin bx üzərinə gəlinsin c şəklində olan bir kvadratik funksiya verilibsə sənə, sən istəyirsənsə ki, bunun cavabı hər zaman müsbət olsun. Əgər cavabının hər zaman müsbət olmağını istəyirsənsə, a müsbət olmalıdır, qarşısındakı əmsal. Bu dəyişə də bilər, istəyən f-dir. Yəni x-in önü müsbət olmalıdır, diskriminant sıfırdan kiçik olmalıdır. A müsbətsə elə bil ki, hər zaman müsbət. Əgər yox, ax kvadratı üzərinə gəlinsin bx üzərinə gəlinsin c. Bu cavabının hər zaman, bəzən hə, bəzən yox, hər zaman sıfırdan kiçik olmağını istəyirsənsə, a mənfi olmalıdır, diskriminant yenə də sıfırdan kiçik olmalıdır. Yaxşı, indi gəl bunu misalımızda tətbiq eləyək. Bax, aşağıdan 2a-nı mötərizə xaricinə çıxarsam, burada 2a var, baxın. 2a-nı mötərizə xaricinə çıxarsam, buradan nə qalar? X kvadrat üstə gələk 1. Bunu silim, bunu yazaq yerinə. Aha. Bax, diqqətlə qulaq as. Mənə hər zaman təyin olunub deyə cavabım hər zaman sıfırdan böyük olmalıdır ilk öncə. Məxrəc sıfır olmayacağına görə x kvadrat üstə gəlinsin 1, x-ə nə versən ver, onsuz da hər zaman müsbətdir. Kvadrat hər zaman müsbət eləyər. İndi məxrəc sıfır olmayacağına görə a-mızın qiyməti sıfırdan mütləq şəkildə fərqli olmalıdır. Çünki a-ya sıfır versən, bura sıfır edir. İndi a sıfırdan fərqlidirsə, a-mızın bir dəfə müsbət olma halına, bir dəfə də mənfi olma halına baxaq. Əgər a-mız müsbət olarsa, əgər a-nın qiyməti müsbət olarsa, bu ifadədə müsbət olacağından məxrəc müsbət etdi. Cavabımın da müsbət olması üçün demək ki, surət də nə olmalıdır? Surət də müsbət olmalıdır. Yəni mənfi 3x kvadratı üzərinə gəlinsin, 4 çıxılsın, 2ax çıxılsın, 3 müsbət olmalıdır. İndi diqqətlə bax. Mən sənə bayaq nə dedim? Hər zaman cavabının müsbət olması üçün a müsbət olmalı idi. Amma bunun a-sı nədir? X-in önü mənfi. Bu cavab hər zaman müsbət deyil. Bəzən müsbət ala bilər, amma hər zaman ola bilməz. Ona görə bu hala baxmıram. Demək a-mızın sıfırdan böyük olma halı ödəmədi. Bəlkə a-mız sıfırdan kiçikdir. Əgər a-mız sıfırdan kiçiksə, demək bura mənfidir. Cavabımın müsbət olması üçün demək mənim surətim də mənfi olmalıdır. Yəni mənfi 3x kvadratı üzərinə gəlinsin, 4 çıxılsın, 2ax çıxılsın 3 sıfırdan kiçik olmalıdır. Gəl bunu indi həll edək. Niyə? Çünki hər zaman cavabımın sıfırdan kiçik olması üçün a mənfi olmalıdır, 2 mənfidir. Bircə dənə də diskriminantı sıfırdan kiçik eləsən cavab çıxdı. 4 çıxılsın 2a-nın kvadratı, b kvadratı çıxılsın 4ac, 4. A-mız mənfi 3, c-miz də mənfi 3. 16 çıxılsın 16a, üstə gəlinsin 4a kvadratı, çıxılsın 36, kiçikdir 0. Bunu həll etdim, 36 etdi.
4a kvadratı çıxılsın 16a çıxılsın 20 kiçikdir 0-dan. Hər tərəfi 4-ə bölsəm, bu şəkildə bərabərsizlik aldım. Bərabərsizliyi necə həll edirsiniz? Hərə bir üsulu var. Köklər hasili -5 edən, köklər cəmi 4 edən ədədlər 5 ilə -1 olmalıdır ki, köklər cəmi 4 eləsin. Bərabərsizlik həll edəndə bu kökləri ədəd oxunda qeyd edirsən. Daha sonra işarə təyin eləməlisən. Əmsal a kvadratının dərəcəsi böyük olanın əmsalı müsbətdirsə sağa müsbət, sonra isə dalğavari əksi formada yazırıq. Bizə 0-dan kiçik aralıqlar lazım olduğu üçün cavabımız -1 ilə 5 arası, yəni A bəndi olacaq. Üçüncü sualdayıq, amma dəqiqə olaraq 15 dəqiqə vaxt keçibdir. İnşallah başa düşürsünüz. Gəlin baxaq 4 nömrəli suala. Suala. Deməli, funksiyanın qrafikinin y bərabər 18 düz xətti ilə ortaq nöqtələrinin sayının tapılmağını istəyir. Bu funksiyanın tam dəqiq millimetrik şəkildə qrafikinin qurulmasını başqa bir videoda göstərərəm. Sualımız uzanmasın deyə, onsuz da 4-cü sualdayıq, 16 dəqiqə vaxt keçib. Sual uzanmasın deyə bunun praktik, amma yenə dəqiq, sadəcə daha tez qrafikinin qurulmağını göstərəcəm. Funksiyanın bu tip suallarını qrafiklə yazmaq daha məsləhətlidir. Qrafik necə qurulur? İlk öncə başlayırsan ürəyin hansı istəyirsə. Bax, unutmayaq bizə deyir y bərabər 18 ilə. Bunu burada yazın. Aha. İstədiyim bir modulun içərisini sıfıra çevirməkdən başlayaq. Məsələn, başlayaq elə birincidən. Bunun için sıfıra çevirmək üçün x-ə nə verəcəm gərək? -3. Gəl başlayaq. X-ə -3 versək, bura 7 0. -3 versək, -10 moduldan 10 çıxar. -3 versək, 4 əlavə eləsək, 1 çıxar. -3 versək, -5 moduldan 5 çıxar. Bunları toplasaq neçə eləyəcək? 16. Demək, y-ə x-ə -3 verəndə cavabımız 16 çıxır. Qıraqdan da bir dənə qəşəng koordinat sistemi çəkib bunları göstərək. Bir dəqiqə, bu niyə yazmadı? Aha, bu şəkildə. Demək ki, -3 verəndə cavabı 16 alırıq. Bunları belə birləşdirsəm təqribən bura düşür. Vəssalam, indi bunu sildim. İndi digərindən davam eləyək. Məsələn, x-ə 7 versək, x-ə 7 dəyərini versək, bura 0 edər, bura 10 edər, bura 11 edər, burada 5 eləyər. Toplasaq bunları 26 edəcək. 7 verəndə 26 cavabını alırıq. 26 da təqribən belə gəlsə, bu da belə gəlsə, yəni buralara bir yerə düşür. Qəsdən özüm belə çəkirəm. Daha sonra -4 versək, x-ə -4 versək, bura 0 edər, -4 verəndə -1 müsbət 1 çıxar, -4 verəndə -11 müsbət 11 çıxar, -6-dan da 6 çıxar. Bunları toplasaq nə qədər eləyəcək? 18 edəcək. Y-imiz 18 olacaq. X-ə -4 versək, -4 verəndə 18 cavabını alırıq. Bunları belə birləşdirsəm təqribən buralara bir yerə düşər. Daha sonra qutarda sonuncu bir hissəmiz qaldı. X-ə 2 versək, x-ə 2 veririk, bura 0 edər, 2 verəndə 5 edər, 2 verəndə -5-dən yenə 5 çıxar, 2 verəndə 4, 6 edər. 16 eləyəcək. Y-imizin qiyməti 16 etdi. Neçə verəndə? 2 verəndə. 2 də təqribən bura düşsün. Bir dəqiqə, aha. 16 zaten yazılıb deyə tutaq ki, bu da belə gəlsin. Bu da bizim 16'mız. İndi nə eləyəcək müəllim? Bax, diqqətlə qulaq as. Modul funksiyanın qrafiki parabola olmadığı üçün əyri-üyrü getməyəcək. Yəni, modul hər zaman belə olur, gah belə olur. Yəni, düz gedir daha modulun cavabları. Ona görə də bu nöqtələdiyin yerləri düz xətlə birləşdir. Buranı birləşdirdim. Sonra buradan buranı birləşdirirəm ardıcıl olaraq buradan buranı. Düzü buradan sonra necə olacağını bilmirik, amma mən bilirəm deyə belə qeyd edirəm. Bunun səbəbini dediyim kimi başqa videoda göstərərəm. Bizə lazım olan yerlər əsas buralar idi. Bunlarda tapdıq bir yerdə. İndi mənə deyir ki, sualda y bərabər 18 düz xətti ilə kəsişmə nöqtələrinin sayını tap. İlk öncə y bərabər 6 düz xətti. Bunların nə olduğunu bilirsiniz da. Y oxunu kəsən düz xəttlərə deyirlər. 6 düz xətti, 7 düz xətti. X-i kəsən yerlərə də x bərabər 5 düz xətti şəklində deyirlər. İndi 18 düz xətti dediyi üçün 18 burada qeyd eləmişik. Buradan bir düz xətt çəksəm,
Bax gör funksiyamın qrafikini neçə yerdə kəsdi? 2 dənə. Vəssalam, qrafikini çəkirsən, 18 düz xətti funksiyamı neçə yerdə kəsdi? 2 yerdə kəsdiyi üçün deyirsən ortaq köklərinin sayı 2 olacaq, yəni B bəndi. Gəlin baxaq 15 nömrəli, daha doğrusu 5 nömrəli suala funksiyanın qrafiki ilə bu səfər deyir ki, y bərabərdir 14 düz xəttinin ortaq kəsişmə saylarını tapın. Bunda yazın bura y bərabər 14 ilə. Niyə edirdik? Ardıcıl olaraq içlərini 0 eləyənləri tapaq. X-ə 7 versək, bura 0, 7-dən 3 çıxanda 4, 8, burada -2-dən -2 çıxar. Yəni y-in cavabı 14 edər. X-ə 7 verəndə. Buradan bir koordinat oxu çəkirəm. X-ə 7 verəndə cavabım 14 çıxdı. Bunları belə birləşsəm təqribi bura düşür. Aha. Daha sonra x-ə 3 qiymətini verək. 0 elədi. 3-dən 7 çıxanda -4, amma modulda olduğu üçün müsbət 4. 3 verəndə 4, 3 verəndə 6 eləyəcək müsbət. Bu da edəcək 14. 3 verəndə də 14 cavabı çıxdı. Bax, diqqətlə indi qulaq as. 3 verəndə də cavabım 14 çıxdı. Bu da təqribən bura düşür. Daha sonra nə edirəm? Bunlar getdi. -1 qoyanda bura 0 edər. -1 qoyanda 8, -1 qoyanda 4, hazır cavablar deyirəm. -1 qoyanda 10 çıxar. Yəni 22 eləyəcək. Deməli, -1 verəndə 22 elədi. -1 verəndə 22-də tutalım ki, buralarda bir yerdə olsun. Bunları birləşdirəcəm. Bax, belə. Sonuncusu qaldı 9 verək. 0 elədi, 10 edər, 6 elədi, 2 elədi. Bu dedikcə 18. 9 verəndə də 18 cavabını alırıq. Bunlar da bax, belə birləşəcək. Təqribən bu şəkildə. İndi diqqətlə qulaq as. Bunları vəbşi silirəm bu rəqəmləri. Bir dənəsi dursa olar. Bunun modulda olduğu üçün necə birləşdirəcəm? Bunları bir-birinə düz xətlə birləşdir. Bu şəkildə, daha sonra bu şəkildə, daha sonra bu şəkildə. Ardını bilmirəm, özümdən uydurdum bu hissələrin. Mənə deyir ki, y bərabərdir 14 düz xətti ilə kəsişmə nöqtələrinin sayını tap. 14 düz xəttini elə biz bura qeyd eləmişik. 14 düz xətti hansıdır? Bax. Bu düz xətt. Bu düz xətt kəsişmə nöqtələrinin sayını tap. İndi hansı nöqtələrdir ki, bunlar 14 düz xətti ilə kəsişir? Bax, deyəsən ay müəllim 3-dür. Sonra 7-dir, düzdürmü? Amma bu deyil tək. Niyə bu deyil? Bu aralıqda gör nə qədər ifadə var. Məsələn 3/5. 3/5 də kimdən gedib kəsişir? 14 ilə. Bu da gedib kəsişir. Bu aralıqda nə qədər var səncə? 3-dən 7-yə qədər saysan 3 milyonda nə bilim neçə, 3 trilyonda neçə. Burada nə qədər ədəd var? Sonsuz sayda ifadə var. İndi sual yaranacaq ki, bayaqkında niyə bəs belə götürmədik? Çünki burada funksiya sabitdir. Burada funksiya hərəkət eləmədi. Yuxarı aşağı düşmədi. Bayaqki yerimiz bu şəkildə idi, bax. Bu belə bir şey idi. Neçə yerdə kəsmişdi? 2 yerdə. Çünki bu aralıqda nə versən eyni cavabı almırdı. Niyə eyni cavabı almırdı? Məsələn, burada bir 6 qiymətini versəm, gedib bura deyəcəkdi. Məqsəd ikisinə də eyni anda dəysin. Yaxşı. Məsələn, bu nöqtə elə bir nöqtədir ki, bu nöqtədə gedib dəyəndə funksiyamın ortaq nöqtəsidir. Bax, hər ikisinə dəyir. Bu da hər ikisinə dəyir. Oldu 2 dənə. Amma burada, bu aralıqda, sənin 14-ünlə, bax, bu 14-ünlə bu funksiya üst-üstə düşür. Burada da versəm, 3/5 də versəm, ikisinin üst-üstə düşür. Bu da versəm, üst-üstə düşür. Buranı da versəm, burada nə qədər var? Sonsuz sayda olduğuna görə düzgün cavabımız D bəndi. Gəlin 6 nömrəli suala bir yerdə baxaq. Bizə yenə bir modul bir ifadə veribdir. Bizə -45 düz xəttinin ortaq nöqtələrinin sayını soruşur. İndi nə edəcəyik? İçərisini sıfıra çevirən qiymətləri tapaq. X-ə 20 versək bura 0 edər. 20 versək 45 edər. 45-dən də mənfi olduğu üçün -45. Y edəcək -45. Yox, X-ə -25 versək bura 0 edəcək. -25 verəndə, -25 verəndə bura -45, bu da müsbət 45 çıxacaq. Bu səfərdə müsbət 45 çıxdı. İndi koordinat oxu çəksək, bax, diqqətlə bax, 20 verirəm, -45 alıram. -45 də aşağıdadır, düzdürmü?
Bura olsun mənfi 45. 20 verəndə mənfi 45 aldıq. Buralara düşsün. Nöqtəm. Mənfi 25 verəndə mənfi 25-də bura olsun. 45 alıram. 45 də düşsün. Tutaq ki, simmetrik şəkildə bura. Aha. Mənfi 25 verəndə bu da gedib belə bir şey alsın. Mənfi 25. Aha. Məndən nə istəyirsən indi? Sənə deyir ki, mənfi 45 ilə ortaq nöqtələrinin sayını tap. İndi gəl hələ istəyirsən bunları birləşdirək. Bunları belə birləşdirdim. Deməli, buradan sonra nə qayıracağam? Əslində buradan sonra bilməlisən, ya belə gedir, bəlkə düz gedir, bəlkə belə gedir, bəlkə belə gedir. Yaxşı, müəllim, bunu dəqiq yazmaq istəyirəm. Ta bayaqki misalla yazmamışdıq. Bayaqki misallarda bunu eləmədim. Gəl elə burada bunu göstərim. Buradan sonranın necə olduğunu bilmək istəyirsənsə, bura 20 nöqtəsidir. 20 nöqtəsinin sağında baxçınan 20-dən böyük bir qiymət ver. Görək nə baş verir. 20-dən böyük bir qiymət verəndə bura müsbət olduğu üçün modulum 2 çıxılsın 20. Burada müsbət olduğu üçün olduğu kimi çıxacaq. Yəni çıxılsın x üstə gələk 25. Buradan x-lər gedər. Bu dedicək mənfi 45. Fikir verirsən, x-dən böyük, daha doğrusu 20-dən böyük bir qiymət verdik. Cavabımız mənfi 45 çıxdı. Yəni belə çıxır ki, 20-nin sağında nə versən ver, cavabım hər zaman nə çıxacaq? Mənfi 45 çıxacaq. Yəni bu çıxacaq. Ona görə funksiyam belə gedir. Yəni sağda nə versən ver, bu qiymət çıxacaq. Yaxşı, testdə qalanı yazmıram. Bu hissəyə baxmıram. Bax, bunun solu necə olacaq, baxmıram. Niyə? Mənə deyir ki, sualda mənfi 45 düz xətti ilə ortaq nöqtələr sayını tap. Mənfi 45 düz xəttini keçəcək. İndi gəlin biz bunları mənfi 45 düz xətti ilə kəsişdirək. Bax, mənim funksiyamın qrafiki budur. Bu gördüyünüzdür. Bu mənim funksiyamın qrafikidir öz yerində. İndi mənim mənfi 45 düz xətti ilə kəsidirsəm, gör ortaq nöqtələrin sayı nə qədər oldu. 20-nin sağında təkcə gör burada nə qədər qiymət versəm ortaq nöqtələr çıxır. Düzdürmü? Sonsuz sayda burada sonsuz sayda ortaq nöqtələr var. Demək ki, buradan bunu da anlayırıq ki, funksiyanın tək bura qədər hissəsi lazım deyil. Yəni bunun ardını da çəkmək önəmliymiş. Biz bunu çəkib burasını bayaq belə uydururduq özümüzdən. Çünki mən cavabın alınmayacağını, elə gitməyəcəyini bildiyim üçün elədim, amma düzgün eləmədim əslində. Çünki siz onu bilmirdiniz. Amma buradan bildin artıq ki, ardına da önəmli oldu. 20-nin ardından bir qiymət verəndə funksiyan belə hərəkət eləyir. Mənfi 45 ilə kəsişmə ortaq nöqtələrinin sayı o qədərdir ki, burada milyon dənə var. Düzgün cavabımız sonsuz sayda D bəndi. Gəlin baxaq, deməli, sual nömrəsi bu neçədir? 7. Sualda bizə deyir ki, fx funksiyası mənfi 8 ilə 8 parsasında təyin olunmuşdur. Tamam. X bərabər mənfi 2 nöqtəsində sıfıra çevrilən funksiyam bu nöqtədə sıfıra çevrilir. Hansı nöqtədə? Mənfi 2 nöqtəsində. Demək, f mənfi 2-nin cavabı sıfırdır. Bir funksiyamın cavabı sıfırdırsa, hansısa bir nöqtədə, həmin nöqtən sənin kökündür. Unutma bunu. Məsələn, örnək bir dənə qrafik çəkirəm. Uydurdum özümdən. Bura olsun 8. Bu 8 mənim kökümdür. Niyə? Çünki 8 nöqtəsində y-in cavabı sıfırdır. X oxunu kəsən nöqtə də y sıfır olur. X oxunu kəsən nöqtələri mənim tənliyimin kökü olur. Yaxşı. Demək ki, bu hansı nöqtədə X oxunu kəsir? Mənfi 2 nöqtəsində kəsir. Bunu qrafik üzərində ilə bu sualı göstərəcəm. Bax. Mənfi 8 ilə 8 parsasında təyin olunduğu üçün funksiyamız mənfi 8 ilə 8 parsasında funksiyamızın hərəkətlərinə baxacaq. Yaxşı. Bəli. Deyir ki, funksiyamız mənfi 2 nöqtəsində sıfıra çevrilir. Mənfi 2 nöqtəsində sıfıra çevrilirsə, demək mənfi 2 nöqtəsindən funksiyam keçəcək. Beləmi keçir, beləmi keçir, orasını ta bilmirəm. Funksiyam mənfi 8 ilə 0 aralığında, mənfi 8 buradır, 0 da buradır. Bu aralıqda artan cüt funksiyaymış. Bax. Funksiyam artan cüt funksiyadır. Cüt funksiyadırsa y oxuna nəzərən simmetrik olmalıdır. İndi diqqətlə bax.
Əgər funksiya -8 ilə 0 aralığında artırsa, bir də cüt funksiyadır bax. Cüt funksiyadırsa y oxuna nəzərən simmetrikdir. Şəkli sərgəli çəkək. -2 nöqtəsində funksiyam 0-a çevrilirsə kökümdür. Mənim funksiyam belə gedir. Yəni bu mütləq buradan keçir. Ya belə keçir, ya da belə keçir. Niyə bu variantı götürmürəm? Çünki funksiyam artandır. Ona görə buradan belə çəkirəm. Getdi, dirəndi. Bax, niyə burada saxladım? Çünki bir də bu ayağını buradan belə uzadım, göstərəcəm. Baba saxladım. Bəlkə belə də deyil, bəlkə də belə dalğa var idi. Orasını bilmirəm, da düz çəkirəm. Niyə? -8 ilə 0 aralığında həqiqətən də funksiyam neynədi? Artdı. -8 ilə 0 arasında artan oldu. Demək ki, bu aralıqda artırsa, digər aralıqda da azalmalıdır. Cüt funksiya olduğu üçün y oxuna nəzərən simmetrikdir. Yəni bu nəzərən, bu xəttə nəzərən simmetrikdir. O zaman digər xəttim də bax, belə olmalıdır. Yəni 2-dən sonra da azalmalıdır ta ki 8-ə kimi. Mənə sualda funksiyamın 0-dan kiçik olduğu aralıqları göstərir. Funksiya hansı aralıqda 0-dan kiçikdir? İndi diqqətlə baxaq. Funksiyamın 0-dan kiçik olmağı y-in 0-dan kiçik olmağı deməkdir. Y-in 0-dan burada kiçikdir. Bu aralıqlar, bax bu aralıqlardır. Y 0-dan kiçik olduğu aralıqlar, bax bu aralıqlardır. -8 ilə 0-dan kiçik olsun deyir. -2 aralığı 2-ni almır. Niyə 2-ni almır? Çünki 2-də funksiyamın cavabı 0-dır. Amma mənə 0-dan kiçik olsun deyir. Hə, mənfi sonsuzluqdan, daha doğrusu -8 ilə -2 arasında cavabım 0-dan kiçikdir. Aşağı qiymətlər alır, bax. Bir də 2 ilə 8 arasında da cavabım 0-dan kiçikdir. Yəni birləşir 2 ilə 8 arasında. Düzgün cavabımız olacaq A bəndi. Gəlin baxaq 8 nömrəli suala. Parabolam ilk öncə y bərabər 3 düz xəttinə, daha sonra x bərabər -2 düz xəttinə nəzərən simmetrik dönüb. Parabolam bu y bərabər filan düz xəttə nəzərən dönəndə qaydamız budur. X qalır. Y-imiz belə olur. 2a çıxılsın y. Bu y deyil ha. Bax bu y bərabər a düz xəttinə nəzərən. Bax bu a-mız 3-dür. Əgər y bərabərdir 3-ə nəzərən deyirsə olacaq belə x düsturdur. Bunu bilmirsənsə dəftərinə yaz. 2 dəfə 3-üm 6. 6 çıx y olacaq. Yaxşı. X-imiz demək qalacaq. Y-imiz 6 çıx y olacaq. İlk öncə hərəkətimiz budur. X-imiz qalır dəymə. Y-in yerinə 6 çıx y yaz. Bunun yerinə 6 çıx y yazıram. Bərabərdir 3 vurulsun. 2 çıxılsın. 2 kvadratı çıx 1. Mənə y lazımdır. Y-i sağ tərəfə, digərlərini sol tərəfə göndər. -1-dən 6-nın cəmi 7 çıxılsın. 3 vurulsun. 2 çıxılsın. 2-nin kvadratı bərabər y-ə. Vəssalam. Daha sonra x bərabər -2 düz xəttinə nəzərən simmetrik. X-ə deyəndə də bu səfər y qalır. 2a çıx x olur. Bu a-da ki, bu a-dır ha. Yəni belə. 2 dəfə -2, -4 çıx x olur. Burada qalır. Demək y-imə dəyməyəcəm. X-in yerinə -4 çıx x yazacağım. X-in yerinə 7 çıxılsın 3. X-in yerinə -4 çıx x yazdım. Çıxılsın 2 də var. Kvadratı bir də bərabərdir y-ə. Buradan belə bir hadisə baş verdi. Burada -6 çıx x-in mötərizə kvadrat elədi. Mənfini mötərizə xaricinə çıxarsam, bura zaten müsbət eləyəcək. Çünki kvadrat müsbətə çöndərir. Bax, belə bir şey alındı. 7 çıxılsın, 3 vurulsun. 6 üstə gələk x-in kvadratı. Və yaxud da tərsinə bunu belə yazırlar. Y bərabər -3 vurulsun. 6 üstə gələk x-in kvadratı üstə gələk 7. Belə bir cavab varmı? Gəlin baxaq görək. Düzgün cavabımız B bəndi. Gəlin baxaq 9 nömrəli suala. İlk öncə sual çox qarmaşıq şəkildə böyük bir sual göstərilir. Ancaq həlli sadədir, diqqətli şəkildə bax, mənə qulaq as. Suala keçmədən qabaq belə bir şey göstərim. Məsələn, f(x) buradakı formada bir şey yazacağım. Məsələn, f(x) bərabərdir
Tayda belə yazaq da f2 bərabərdir 3 olsun. Tərsini tapanda, funksiyanın tərsini tapanda x ilə y yer dəyişər. f3 bərabərdir 2 olar. Təyin oblasti ilə qiymətlər oblasti yerini dəyişir. İndi bu hadisə burada da baş verir. Məsələn, f2, hətta f yazılırlar da bunu. F 2 ilə 3 verilərsə, səndən tərsini sorsan da, elə bil ki, deyəsən 3 ilə 2 şəklində baş verir. Yəni yer dəyişməsi. Bu x-in qiymətidir, bu da y-in qiymətidir. Yaxşımı? Tam da yaxşı başa sala bilmədiyimi düşünürəm. İndi misal üstündə göstərəcəm. Yuxarıdakı verilən bunlar bizə veriləndir sadəcə. Bundan işimiz yoxdur. Bizim işimiz aşağıda bu ifadə iləndir. Deməli, J birləşmə deməkdir bu. Mürəkkəb funksiya f tərsi. İndi bu nə deməkdir? F tərsi yazaq. Bura bir x yazmam düzgün deyil, amma yazdım. Biz nə edəcəyik? İlk öncə x-in qiyməti birinci yerdə duranlarda bunu hər birimiz bilirik. F1-i tapmaq istəsəm, x-in yerinə 1 qoysaq. X-in yerinə 1 qoysaq. Bu nə deməkdir? Bax, bunu həll edirəm. Bax, diqqətlə bax. F tərsi 1-i tapmaq. Baxıram mənə verilən f-in içərisinə. F tərsi 1-i tapmaq x-ə 1 verəndə aldığım cavab mənasına gəlmir. Bax, f1-i demək, x-ə 1 verəndə aldığım cavab nədir? Məsələn, bax, bura baxaram. Demək 2-dir cavab. Silib yerinə bunun 2 yazaram. Amma bu deyil. Niyə? Bu tərsidir. Tərsində 1 verəndə nə alırsan? Yəni, elə bil ki, y-ə 1 verəndə nə alırsan? Gəl, baxaq, f-də görək nə var bu haqda. Y-ə 1 verəndə de, buradadır, bax. Y-ə 1 verəndə nə alıram? 3 alıram. Demək, bunun cavabı 3-dür. Biz J3-ü tapmalıyıq. İndi J3-ü necə tapacam? Burada baxıram, J-nin funksiyasında J3-ün cavabına J3 nə alır? 4 alır. Demək, cavabım 4 olacaq. Demək, bunun cavabı nə etdi? 4 etdi. Yəni, cavabım y-in qiymətidir. Yəni, m-in qiyməti 4 olacaq. 4 olacaq. Bura 4 oldu. İndi gəl o birisinə baxaq. J, F tərsi. Bax ki, buranı da boş qoyuram. Bax, bunu yazdım ha sadəcə. Sadəcə bunu bura yazdım. İndi ikincisinə baxırıq. 2 verəndə görək nə baş verir. F tərsi 2 demək, F-in tərsindən 2-ni tapmaq deməkdir. Yəni, tərsdən 2 verəndə nə almışıq? 1. Demək ki, bunun cavabı 1-dir. Silib yerinə 1 yazıram. İndi J1-i tapıram. J1 də buradadır, bax. J1-in cavabı 2 alınır. O zaman bu cavab 2 edəcək. Yəni, n-imizin qiyməti də 2-dir. Daha sonra eyni qayda ilə o birisini tapıram. J, F tərsi. Boş qoydum. İndi 3 yazacam yerinə. F tərsi 3. Tərsdən 3-ün cavabı nədir? 3 verəndə 2 alıram. Demək, F3-ün cavabı 2-dir. Silib yerinə 2 yazıram. İndi J2-ni tapıram. J2-nin cavabı nədir? Bax, J2-nin cavabı 1 edər. Demək, cavab 1-dir. Demək, burada K-mızın yerində də 1 olacaq. Burada K-nı da silib 1 yazıram. Bura M idi, bura N idi, bura K idi. İndi gələk o birisinə baxaq. 4 verəndə P alınıb. J, F tərsi. 4 verək. Görək nə alınır? X-in yerinə 4 qoy deyir da. X-in yerinə 4 qoydum. Tərsindən 4, elə 4 cavabını alar. O zaman silib yerinə bunun da 4 yazıram. İndi mənə J4 lazımdır. J4-ə də baxıram ki, 4 verəndə 3 salınıb. Demək, cavabım 3 eləyəcək. P-nin də qiyməti 3 olacaq. İndi K ilə P-nin cəmi 3 ilə K-mız 1-dir, P-miz 3-dür. 1 ilə 3-ün cəmi 4 eləyər. M ilə də N-in cəmi 6 edər. 6 dəfə 4-üm 24. Düzgün cavabımız D bəndir. Bu sual imtahana düşməz. Düzdür, mənim həddimə deyil demək. Ancaq sual uzun getmək məqsədi ilə yox, bu sual başa düşmək məqsədi ilə salınıb və çox gözəl sualdır. Uzun da getsə yazmağa dəyər. İmtahana düşər, düşməz. İmtahana bunun biraz qısa variantı. Məsələn, bu hissələri düşə bilər. Gələn baxaq 10 nömrəyə suala. Bayaqki sualla eynidir. Aşağıda bizə mürəkkəb bir funksiya verilibdir. Buradan J, daha sonra F-i yazıram. Bax, J, daha sonra F-i yazdım. İçərisində boş qoyuram. İndi, bu nə deməkdir? Bax, diqqətlə bax. X-in yerinə yazılacaq dəyərlər bunlardır.
Bunlar x-in yerinə yazılacaqlardır. Bunlar hər biri bir çoxluqdur. Tək-tək hamısını yazacağıq. Yəni önəmli deyil ki, birdən-birə hamısını yazaq. İlk öncə bunu həll edəcəyik. X-in yerinə 1 qoyaq. F1. Ki görək F1-imizin cavabı nədir? Buradan baxıram ki, funksiyamda F1-in cavabı, bunlar nə olur belə silinir. Aha, F1-imin cavabı 2-dir. X-ə 1 verəndə 2 çıxar. F1-imin cavabı 2-dirsə, o zaman J, F1-in yerinə 2 yazıram. J2-ni tapmalıyam. J2-min cavabı nədir? Gəl Jx funksiyasına baxaq burada. J2-min cavabı, bax, 2 verəndə B alıram. Demək ki, J2-min cavabı B edəcək. Demək ki, mənim bu funksiyamın cavabı B etdi. Mən bu funksiyanı kimdən yola çıxıb həll etdim? Bundan yola çıxıb həll etdim da. Demək cavabım 4 alınmalı idi. Demək B-min qiyməti 4 olacaq. B-ni buradan 4 aldım. Aydın oldu. Daha sonra kəsilirəm. Bu bizim J, F-imizdir. Bunu səliqəli yazım. Aha, F-imizdir. İndi gəl baxaq ikincisinə. 2 verəndə cavabı 1 almalıyıq. 2 yazsaq yerinə, yəni J, F, 2-min cavabı 1 çıxmalıdır. F2-min cavabına baxıram. 2 verəndə 3 almışam. Demək F2-min cavabı 3-dür. Silib yerinə 3 yazıram. İndi mənə J3 lazımdır. J3-ü də Jx funksiyasından baxıram ki, J3-ün cavabı C-dir. O zaman J3-ün cavabı C-dirsə, demək ki, J3-ün cavabı mənim 1-dir hal-hazırda. Demək bu C-dir. Demək C-min qiyməti 1-dir. Yaxşı, C-min qiymətində 1 tapdım. Daha sonra yenə də bunu silirəm. Bax, belə səliqəli şəkildə yazmalısan. J, F-i axtarırıq. Deməli, 3 verəndə 2 almışıq. 3 yazsaq bura, J, F, 3-ün cavabı 2 çıxmalıdır. F3-ü tapmaq üçün F funksiyonuna baxıram. F3-ün cavabı 4 alınıb. F3-ü silib yerinə 4 yazıram. J4-ümün cavabı D-dir. Demək, J4-ümün cavabı D etməlidir. Yəni, D-min qiyməti 2-dir. Daha sonra bunu da silirəm. J, F-imi yenə yazıram. İndi 4 yazanda 3 alınmalıdır. F4. Yəni, J, F4-ümün cavabı 3 alınmalıdır. F4-ümü buradan baxıram ki, 4 yazanda 1 alınıb. F4-ümün cavabı 1-dir. J1 lazımdır. J1-imin cavabı A-dır. Demək bu cavab A-dırsa, A-nın da qiyməti 3-dür. Bunları hesablayanda 3 dəfə 1-im 3, üstə gələk 4 dəfə 2 8, cavabımız 11 edər. B bəndi. Gəlin baxaq 11 nömrəli suala. Həqiqi ədədlər çoxluğunda təyin olunmuş fx funksiyası istənilən A və B həqiqi ədədləri üçün f(a)(b) bərabərdir f artı f(b) ayrı-ayrı funksiyonların cəmi şəklində verilib. Bizə f2-ni 2 dəyərini verib, f4-də 1-i soruşur. Bu sualı mənim biraz zamanım aldığı üçün düşünüb yazmışam. Yəni düşünmə ki, müəllim görən kimi şap deyə bunu necə yazdı, bunun bir qaydası varmı? Yəqin ki, bir qaydası var ki, daha çox işləyəndə reysə düşür, amma mən zamanımı aldı. Bunu sənə ən qısa şəkildə deyəcəm. İnşallah da başa düşərsən. Demək ilk öncə nə edirik? Əlimizdə f2-nin qiyməti var. Demək ki, biz f2-dən hər zaman istifadə edəcəyik. Mən burada A-nın yerinə 2, B-nin yerinə də 1 yazıram. Bax, göstərəcəm səbəbini. A-ya 2 deyirəm, B-yə də 1. Oldu belə f2, B-yə də 1 vurdum. Niyə? 2 dəfə 1-im 2 etsin deyə əlimdə f2-nin qiyməti var. Daha sonra mənə bu funksiyaların ayrı-ayrı toplamağıma ixtiyar verir. Yəni A-nın qiyməti 2 olduğu üçün f2, bir də f1 şansını verir. 2-ni 1-ə vuranda 2 edəcək. F2-min cavabı 2-dir. Yerinə 2 yazıram. Yerinə 2 yazıram. Üstə gələ f1. Demək f1-imiz nəymiş ki, 2 ilə nəyəsə cəminə bərabərdir. Demək f1-imizin cavabı 0 imiş ki, 0-ın üstünə 2 gələndə 2 eləyəcək. f1-i tapdıq neçə? 2. 0. Bunu silirəm. Yazıram f1-in cavabı 0 edər. Daha sonra nə edirəm? Dediyim kimi 2-dən əl çəkmirəm. F2 vurulsun. 2-dən əl çəkmirəm. Çünki buradan ayrı-ayrı yazanda f2-ni yazım deyə. İndi əlimdə f1 var. Bu f1-i almaq üçün mütləq bura 2-də 1 yazmalıyam ki, bunlar geçsin f1 yaransın. Demək 2 vurulsun 2-də 1 yazdım.
Oldu F2 üstə gələk F2'də 1. Bunları ayrı-ayrı yazdım. Vuranda olacaq bura F1. F1'in cevabı 0'dır. Yani 0. F2'min cevabı 2'dir. 2 üstə gələk F2'də 1. Buradan belə çıxır ki F2'də 1'in cevabı mənfi 2 imiş. Yani F2'də 1'in cevabı mənfi 2'dir. Daha sonra nə edirəm? Bu da sonuncu olacaq inşallah. F2'dən əl çəkmirəm. 4'də 1 istədiyi üçün 4'də 1'ə vururam. Bərabərdir. Ayrı-ayrı yazıram. F2 üstə gələk F4'də 1. 2'ni 4'də 1'ə vuranda 2'də 1 edər. F2'də 1'in cevabı var mənfi 2. Bunun yerinə mənfi 2 bərabərdir. F2'min yerinə 2. Üstünə gəlinsin F4'də 1 yazıram. Mənə F4'də 1 lazım olduğu üçün 2'ni sol tərəfə göndərəndə mənfi 4 eləyəcək. Düzgün cevabımız A bəndi. Gəlin baxaq 12 nömrəli suala. Bizə bir funksiya verilibdir. Bu funksiyanın qrafikinin y bərabərdir 4 düz xətti ilə 4 müxtəlif nöqtədə kəsişir. Buna əsasən emin ala biləcəyi qiymətlərin sayını tapın. Bu funksiya bu 4 ilə 4 yerdə kəsişir. Yəni 4 kök olur. Nə zaman? Məsələn bunun qrafikini uyduruq şəkildə qururam. Tutalım ki belə bir qrafikdir də, düzdürmü? Bu da bizim 4 düz xəttimiz. Neçə yerdə kəsişir deyir? 4 dənə yerdə kəsişir. O zaman bunu 4'ə bərabər eləyək gəl. Modulda x kvadratı çıx 8x üstə gələk m-i 4'ə bərabər edirəm. Bu halda bizim 4 dənə kəsişmə nöqtəmiz, yəni 4 dənə kökümüz olmalıdır. M-i sol tərəfə göndərsək bu şəkildə olacaq. İlk öncə modul sualımızın həllinin olması üçün bu cavabımız 0'dan böyük olmalıdır. Cavab mənfi ola bilməz. Modulda mənfi çıxmır. Ona görə də mütləq şəkildə 4 çıxılsın m-i 0'dan böyük edirəm. M-imiz 4'dən kiçik olmalıdır. Yəni bunu yazdıqdan sonra həllinin olduğunu yazdıqdan sonra həllə keçə bilərəm. Modulu bir dəfə müsbət asarıq, bir dəfə mənfi versiyada. Demək ki x kvadratı çıx 8x ya 4 çıxılsın m-dir. Ya da x kvadratı çıx 8x əksinə m çıxılsın 4'dür. Çünki bura 4 çıxılsın m olsa da belə çıxar. Bura mənfi 4 çıxılsın m olsa da yenə mənfidən müsbət çıxar. İki halda baxıram. X-in kvadratı çıxılsın 8x üstə gəlinsin m çıxılsın 4 0 edər. Digərində x kvadratı çıx 8x üstünə gəlinsin 4 çıxılsın m də 0 edər. İndi bizim axtardığımız 4 dənə kök olmalıdır. Düzdürmü? 4 dənə kök olması üçün bu bir kvadratik tənlikdir. Bunun 2 dənə kökü var. 2 kökün olması üçün diskriminant 0'dan böyük olmalıdır. Ki 2 kök buradan gəlsin. Bunu da diskriminant 0'dan böyük olsun ki 2 kök də buradan gəlsin, cəmi 4 dənə kökümüz olsun. Gəl diskriminantımızı 0'dan böyük edək. 64 çıxılsın 4ac. 4, a'mız 1, c'miz m çıxılsın 4. Böyükdür 0'dan. 64 çıxılsın 4m üstə gələk 16 böyük 0'dan. 4m kiçikdir 80'dən, m də kiçikdir 20'dən. Biz zaten başından demiştik ki m'imiz 4'dən kiçik olacaq. Ona görə də mənim 4 ola bilməz ki 4 qoyandakı burası 0 edir. Olsun 4 olar. Sadəcə özüm 4'dən kiçik yazdım ama 4 ola bilər də. Yəni modulun həlli var. 4 kökümüzün olması üçün 4 dənə kökümüzün olması üçün mütləq şəkildə m'imiz bu şərtləri ödəməlidir. Diskriminantın hər biri 0'dan böyük olmalıdır. Digərini həll etsək. 64 diskriminantı 0'dan böyük eləyirəm. 4ac, a'mız 1, c'miz 4 çıxılsın m, bu da 0'dan böyükdür. 64 çıxılsın 16 üstünə gəlinsin 4m böyükdür 0'dan. 4m böyükdür mənfi 48'dən. M də böyükdür mənfi 12'dən olacaq. M'imiz 4'dən kiçik olmalıdır. Bə müəllim 4'ü niyə qoymuram? Bax onu deyəcəm. Yadda saxla. Modul tənliyin əgər sənin cavabını 0 etsən, bu tənliyin bir kökü var. Tamam mı? Nə qədər kökü var? Bir dənə kökü var. Əgər 0'dan böyük etsən, bu məsələn 2 olsun, 3 olsun, 4 olsun, bunun 2 dənə kökü var. Ya mənfi 4'dür, 4 çıxıb, ya da müsbət 4'dür. Bizə 4 dənə kök olması üçün bunun cavabımızın 0'a çevirmək bir xeyri yoxdur. Əgər mən bunu 0'a çevirsəm, kökümün sayı azalacaq. Yaxşı, mən bunu 0'a çevirsəm, 4 versəm, cavabım 0 edəcək bura. Bunda nə qədər kökü var?
modulun içini həll edəcəm. 2 dənə kök var. Bir 0-dan, bir də 8 qiymətlər ödəyəcək. Mənə 4 dənə kök olması üçün mütləq şəkildə bu 4 çıxılsın m müsbət olmalıdır. Yəni m-imiz 4-dən kiçik, bərabər yox, kiçikdir olacaq. M 4-dən kiçik olmalıdır. Mənfi 12-dən də böyük olmalıdır. Və müəllim bu 20-ni niyə yazmadıq? Zaten 4-dən kiçik olanlar 20-dən də kiçikdir. Bu aralıqda nə qədər ədəd var deyə soruşsam, deməli, belə tapırıq da, istəyirsən belə yazaq, mənfi 11 ilə 12 daxil deyil axı. Başda da 3 var. Mənfi 11 ilə 3 arasında nə qədər ədəd var? 3 çıxılsın mənfi 11, üstünə gələnsin 1. Bu da edəcək 15 dənə. Düzgün cavabımız A bə. Gəlin baxaq 13 nömrəli suala. Bizə belə bir funksiya verilibdir. Y bərabərdir. Modulda x kvadrat çıxılsın 12 üstə gələk m funksiyasının qrafiki ilə y bərabərdir. 5 düz xətti 3 müxtəlif nöqtədə kəsişər. Kəsişmə suallarında iki funksiya kəsişərsə, onları bərabərləşdirib kəsişmə nöqtələrin sayını tapacaq. Bu da bizə deyir ki, kəsişmə nöqtələrin sayı 3-dür. İlk öncə gəl bu funksiyaları bərabərləşdirək. Modulda x-in kvadratı çıxılsın 12, üstünə gəlinsin m-i bərabər edirəm buna, 5-ə. Burada modulda x-in kvadratı çıxılsın 12, üstünə gəlinsin, daha doğrusu bərabərdir. M-i sağ tərəfə göndərəndə 5 çıxılsın m olacaq. İndi bizim işimiz nədir? Bu tənliyi həll etmək. Bu tənliyi həll etmədən qabaq modulun cavabının mütləq şəkildə müsbət olduğuna əmin olmalıyıq. Ona görə 5 çıxılsın m, 5 çıxılsın m 0-dan böyük olmalıdır. Yəni m 5-dən kiçik olmalıdır. Bunu yazıb sonra həll edə bilərəm. Əgər bura mənfi olsa, demək ki, cavabım ödəmir. Yəni biz m-i 1-dən kiçik taparıq, daha doğrusu 5-dən böyük taparıq, onu götürməyəcəyik. İndi bunu yazdıqdan sonra gəl həll edək. Modul tənliyinizi həll edirsiniz. Bir dəfə müsbət, bir dəfə mənfi götürməklə. Yazıram x-in kvadratı çıxılsın 12 bərabərdir 5 çıxılsın m-ə. Bir dəfə də yazıram x-in kvadratı çıxılsın 12 bərabərdir m çıxılsın 5-ə, tərsinə. Çünki bura 5 çıxılsın m olsa moduldan yenə belə çıxar. Və yaxud da mənfi 5 çıxılsın m olsa yenə belə çıxar. Ona görə hər iki hala baxacaq. X-in kvadratı çıxılsın 12, m-i sol tərəfə göndərsəm, üzərinə gəlinsin m çıxılsın 5 bərabər 0-a. Digərində x-in kvadratı çıxılsın 12, üzərinə gəlinsin 5-i sol tərəfə göndərsəm 5 çıxılsın m bərabərdir 0-a. Gəldik bura, yadda saxla. Kvadrat tənliyi olsun, kub tənliyi olsun, qüvvət neçədirsə ən çox. O qədər sənin kökün var. Yaxşı. Məsələn, x-in kubu olan bir tənliyi mi həll edirsən, bunun ardı var da tutalım ki. Bu tənliyin 3 dənə kökü var. 4 mü var? 4 kökü var. Kvadratlı mı? 2 dənə mütləq şəkildə kökü var. Xəyali kökdü mü? Kompleks kökdü mü? O bizi yəni umurumuzda deyil. Əsas odur o köklər var. İndi bizə 3 kök lazımdır. Çünki 3 müxtəlif nöqtədə kəsişər deyir. 3 kök olması üçün sən deyəsən bundan bir kök alım. Bu da kvadrat olduğu üçün 2 kökü də buradan çıxsın. Və yaxud da tərsinə yaza bilərəm. İndi belə də ola bilər. Bundan 2 kök ala bilərəm. Bundan bir kök ala bilərəm. İndi bunu hər ikisinə baxacağım. Yaxşı, ilk öncə buna baxaq. Bir kökün olması üçün neyəcək? Diskriminantı 0-a bərabər edəcəm. Bax, hər şey deyirəm ki, qaranlıq qalan bir şey olmasın. İndi diskriminantı 0-a bərabər edəndə ay müəllim 2 kök var. 2 eyni kök var, tamam mı? Bir kök sayılmır. 2 eyni kök var. Bizə bir kök lazımdır. O da müxtəlif dediyi üçün diskriminantı 0-a bərabər edə bilərəm. Çünki diskriminant 0-a bərabər olsa 2 dənə eyni kökdən söhbət gedəcək. Bir kök olur o da. İndi 100 hardan oldu? B kvadrat çıxılsın 4ac. B'miz budur. 100 çıxılsın 4ac 4. M çıxılsın 5 0. Diqqətlə bax. 100 bərabərdir 4 vurulsun. Sol tərəfə göndərdim. M çıxılsın 5-ə. 25 bərabər M çıxılsın 5-ə. M detdinsə 30. M 30 eləsə aparıb burada yerinə yazsan. X-in kvadratı çıxılsın 12. Üstə gələk 5 çıxılsın 30. Bu da edəcək 25. Düzdür mü? İndi bax. Bunu qoyanda diskriminant 0 bir kök ödədi. Bəs burada qoyanda diskriminantı yoxlasan, bu da 0-dan böyük edir, 2 kök ödədi. Mənim m-in 30 qiyməti, yəni ödəyirmi? Ödəyir kimi görsənəcək, amma bizim bax, m-imiz 5-dən kiçik olmalı idi. Bax, bunu başda yazdıq. Çünki sən bunu aparıb heç bir zaman burada qoyub yoxlamazdın.
Bəlkə də yoxlayardın. 5-dən 30 çıxanda mənfi qalar, modulda mənfi çıxmaz deyə bunun həlli yoxdur. Yəni bu cür alınmadı. Ona görə bir kök buradan çıxmadı. Baba, bunu sileyim keçəcənə. Aha. Demək nə edəcək indi? Demək bunun bir kökü yox. Bunun iki kökü, bunun bir kökü olsun. Bunda diskriminat 0 edək. Diskriminatı 0 etsək, b kvadratı 100 çıxaq 4ac 4 vurulsun 5 çıxılsın m bərabər 0-a 100 bərabərdir 4 vurulsun 5 çıxılsın m bərabər 0-a 25 bərabər 5 çıxılsın m-ə m də bərabər mənfi 20-yə. Aha. M mənfi 20-dir. 5-dən də kiçikdir mi? Kiçikdir. Hələ ki ödəyir. Qəşəng. Apar bunu burada yerinə yazsaq. X-in kvadratı çıxılsın 12. Mənfi 20-ni yerinə yazsam çıxılsın 25 olacaq. Düzdürmü? Bəli. Bunun diskriminatına baxsaq, bunun diskriminatı 0-dan böyük gedir. 2 kök var, ödədi. Bu ödədi. Bu da mənfi 20-dir, diskriminatı 0 edir, bu da ödədi. 1 kök buradan, 2 kök buradan, 3 kök ödəyədir. İndi m-in neçə qiymətində bir dənə qiyməti tapdıq da m-in. Bizi m-in ala biləcəyi qiymətin sayını soruşur. Bir dənə qiyməti tapdıq. Amma biz hətta m-in özünü də tapdıq. Yaxşı, lazım olsa m-də mənfi 20 cavabını alacaq. Gəlin baxaq 14 nömrəli suala. Bizə funksiyanın ekstremum nöqtələrinin sayını soruşur. Ekstremum nöqtələri hansı nöqtələrdir? Məsələn, bir koordinat oğu çəkdim. Özümdən uydurub bir dənə funksiya çəkdim. Burada ekstremum nöqtələri göstər desəm, bax bunu bil. Bunlar deyirlər maksimum. Yerləri də bunlar maksimum. Ayaqlara nə deyirlər? Minimum. Buralarda minimum nöqtələrdir, düzdürmü? Bax, y oxunda alınan cavaba maksimum qiymət deyirlər. Qiymət, bunu da bil. X oxunda alınana isə maksimum nöqtə deyirlər. Yəni bu X oxunda gəzənlər nöqtədir, bax, maksimum nöqtə. Amma aldığım cavab maksimum qiymət. Minimum nöqtə. Bax, bura nöqtədir. Nöqtə. Amma aldığım cavab minimum qiymətdir. Ekstremum nədir bə? Ekstremum nöqtələri. Bax, bunun aldığı x-ə verdiyim, bax, bu nöqtələrdir. 1, 2, 3. Yəni təpəciklər həm maksimum, həm minimum. Bunlar hamısı ekstremum sayılır. Aydın oldu mu? İndi mən gəl bunu tapım. Modul tənliyimizin bir dəfə x-i 0-dan böyük götürüb həll edirəm. X-in kvadratı çıxılsın 5x üstəgələk 6 şəklində olur. Əgər x-imiz müsbət olarsa. Açdım bunu. İndi bunun qrafikini gəl bir yerdə quraq. Kvadratik funksiyanın qrafikini necə qurursan? Deyirsən ki, x-ə bir dəfə 0 verirəm, görək hardan keçir. X-ə 0 verəndə y-i 6 etdiyinə görə demək 6 nöqtəsində kəsəcək. Daha sonra nə edirik? İndi də y-ə 0 verib köklərimizi tapacaq. Köklər hasili 6 cəmi 5 eləyən ədədlər 2 ilə 3-dür. Demək ki, bu bizim 2 nöqtəmiz olsun. Burada bizim 3 nöqtəmiz olsun. Demək, həm 2-dən, həm 3-dən keçən, həm də 6-dan keçən bir parabola çəkməliyəm. Bax, bu şəkildə olacaq. Bura 2, bura 3. Aha. Amma biz nə etdik? X-i 0-dan böyük götürüb həll etdik. Yəni, x-in 0-dan böyük olduğu yerlər haradır? X-in 0-dan böyük olduğu yerlər buradır. Burada funksiyamızın qrafikinin hərəkətinin necə olduğuna baxırıq. Bu sahələrdə. Bax, bu sahələrdə x-imizin hərəkətinə baxırıq. Ona görə sola çıxmaları baş verib burada. Bunu siləcəm. Bu bizə lazım deyil. Bunu gəl bir yerdə silək. Aha, sildik. Demək, mənim funksiyamın qrafiki bu şəkildə olacaq. Daha sonra x-in bir dəfədə 0-dan kiçik olduğu hala baxıram. Aha. Olacaq belə. Əgər x-im 0-dan kiçik olarsa modulun mənfi x kvadratı üzərinə gəlsin 5x üstəgələk 6 olacaq. Gəl indi bunun qrafikini quraq. X-ə 0 verəndə yenə 6 nöqtəsindən keçər. Bunlar harda elədim? Aha. Yenə 6 nöqtəsindən keçəcək. Yenə burada olacaq. Daha sonra köklərimi tapsam, y-ə 0 versəm, köklər hasili 6 cəmi mənfi 5 edən ədədlər mənfi 2 ilə mənfi 3-dür. Bu səfər də mənfi 2 ilə mənfi 3 nöqtəsindən keçəcək. Bax, bu şəkildə olacaq. Bu da mənim yeni parabolamdır. Bu səfər də mənfi 3 ilə mənfi 2 nöqtəsindən keçir.
İndi mən x-imi sıfırdan kiçik götürüb həll etmişəm. Ona görə də sıfırdan sağda qalan hissələrə baxmayacağım. Onda bunları silirəm. Bu da 6 nöqtəsi. İndiki maksimum və yaxud da ekstremum nöqtələrini mənə göstər görüm. Ekstremum nöqtələri budur. Bu 1. Bu 2. Bu da 3. Ekstremum nöqtələrimizin sayı nə qədər oldu? 3 dənə oldu. Əgər bu funksiyamız bu şəkildə deyil də belə verilsəydi bizə, tutalım ki, bu şəkildə bizə verilibdir. Çıxma yox, toplama şəklində bizə verilib. Bu səfər nə edərdi? Bax, x-i sıfırdan böyük götürdün. Yazdın y bərabərdir. X-in kvadratı üstə gələk 5, x üstə gələk 6. İndi x-ə 0 verəndə 6 nöqtəsindən keçir, düzdürmü? Tamam, bunu tapdıq. X-ə 0 verəndə 6 nöqtəsindən keçir. Daha sonra köklərini tapsam, mənfi 2 ilə mənfi 3 edəcək. Bunlar da gəldi belə keçsin. İndi sən x-i sıfırdan böyük götürmüsən axı. O zaman sıfırdan böyük götürmüsən deyə bu tərəflərə baxa bilməzsən. Onda sən gərək buranı siləsən. Buranı sildin. Sən hərəkətin bax bu şəkildə oldu. Bunları silim, düzəldəcəm. Gördün? Sən hərəkətin bu şəkildə oldu. Daha sonra bir dəfə də x-i sıfırdan kiçik götürüb həll edəcəm. Əgər x-im sıfırdan kiçik olarsa bura mənfi olduğu üçün x kvadratı çıxılsın 5x üstə gələk 6 olacaq. İndi yenə x-ə 0 versəm y-i 6 nöqtəsində kəsdiyi üçün buranı kəsəcək. Daha sonra köklərimi tapsam 2 ilə 3 edəcək ki, hasili 6, cəmi 5 etsin. 2 ilə 3-dən kesilməlidir. Həm də 6-dan. Bu səfər də belə olacaq. Amma mən nə etmişəm? Mən x-imi sıfırdan kiçik götürmüşəm. O zaman bu tərəflərə baxa bilmərəm. Onda bunları silməliyəm. Bunları sildim. İndi sən mənə deyinən ekstremum nöqtələrin sayı nə qədər oldu? Fikir versən, bircə dənə. Bircə dənə burada şişlik yaranıb. Yaxşı. Göstəriş baxımından eyni misala oxşadı, amma burada bircə dənə bizim ekstremum nöqtəmiz var. 15 nömrəli sualda deyir ki, fx funksiyasının qrafiki əvvəl ordinat oxuna nəzərən, daha sonra alınan qrafik apsis oxuna nəzərən simmetrik çevrilərsə, hansı funksiyanın qrafiki alınır? İlk öncə bunu deyək ki, əgər x, y nöqtəm olsa, bu ox oxuna nəzərən simmetrik çevriləndə kimə nəzərən deyirsə o qalır yerində. Digər əksinə dəyişir. O y oxuna nəzərən deyildiyi zaman y qalır, x əksinə dəyişir. İndi bu bizə deyir ki, birinci kimə nəzərən olsun? Ordinat oxuna nəzərən olsun. O zaman fx funksiyam ordinat oxuna nəzərən, əvvəl ordinat oxuna nəzərən dəyişəndə, yəni y-ə görə dəyişəndə, y qalacaq, x əksinə dəyişəcək. Onda bunu belə yazaq mı? Y bərabər fx olsun. X-ə mənfi verəcəm. Y bərabər f mənfi x olacaq. Daha sonra ox oxuna nəzərən, apsis oxuna nəzərən simmetrik çöndərsin. Apsis oxuna nəzərən çöndərəndə x qalacaq, y dəyişəcək. İndi bu x-lə işin yoxdur. İndi y-ə dəyişək. Yəni y-ə mənfi verəcək. Mənfi y bərabərdir f mənfi x olacaq. Buradan y-i tapsaq, mənfi f mənfi x olacaq. Düzgün cavabımız evən. Gəldik sualların içərisində mənim ən çox vaxtımı aparan, ən çox baş sındırdığım suala. Bilmirəm indi siz nə qədər vaxt ayırmısınız. İndi diqqətlə mənə qulaq asın. Bu biraz bir çoxumuzun yaralı yerimiz ola bilər. f2x çıxılsın bir funksiyasının təyin oblastını bizə verib. Bu funksiyanın təyin oblastı budur. Tamam, bax budur. İndi təyin oblastı nə deməkdir? Təyin oblastı x-ə verəcəyin dəyərlər mənasına gəlir. X-in alacağı qiymətlər. X-ə nə verə bilərsən? X-ə nə verə bilərəm? Bəzən təyin oblastı deyəndə bura düşünülə bilir ki, təyin oblastı bu fx olduğu üçün, demək ki, bizim təyin oblastımız, yəni 2x çıxılsın 1, 3 ilə 5 arasındadır. Amma bu belə deyil. Məsələn, gəl sənə burada bir şey göstərəcəm. fx. Desən bunun təyin oblastı nədir? Deyəcəksən, bax bu. Bunun aldığı qiymətlərdir. İndi f3x üstə gələk 5-in təyin oblastı nədir? Bunda təyin oblastı x-dir. Təyin oblastı dəyişmir. X-in aldığı qiymətlərdir. Bəs necə? Bu funksiyadakı x-in təyin oblastını axtarsansa, yəni bu funksiyanın təyin oblastını axtarsansa, onda denən ki 3x üstə gələk 5, bilmirəm nə aralıqdadır.
buradakı bizim x'imiz önemlidir. Məsələn, hər tərəfdən 5 çıxsam, hər tərəfdən 5 çıxsam, hər tərəfi 3-ə bölsəm, sonra neysə, deyəcəm indi bunları. Bax, budur təyin oblastı. İkiz. Tamam. Burası aydın olursa, bizim təyin oblastımızın x-in olduğunu bildiksə, gəl yazaq. İndi bunun təyin oblastı -5 ilə 3-dür. Yəni demək istəyir ki, burada gördüyüm funksiyadakı x-imin qiymətləridir. O zaman 2x çıxılsın 1, hər hansı bir ədəddən kiçik, hər hansı bir ədəddən böyük olsun. Bu bizim elə bil ki, bu fx funksiyasıdır da, bu başqa bir fu deyək buna. Yaxşı. Bu fu funksiyamız, bizim bu u, maksimum m alır, minimum n alsın. Özümdən verdim. Hər tərəfə 1 əlavə eləsək, n üstə gələk 1. Daha sonra hər tərəfi 2-yə bölsək, bax, tapdım təyin oblastımı. Təyin oblastım -5 ilə 3 arasındadır. Demək ki, bu maksimum 3 ola bilər. Çünki x 3-dən kiçikdir da. Bunlar da daxildir. Minimum -5 olacaq. Demək bu da -5 olmalıdır. O zaman kənarda bunu yazaq. Demək m plus 1 bölü 2 3 edəcək. M plus 1 6 edəcək. M'in də qiyməti 5 eləyəcək. M'in 5 oldu. Demək ki, bax, bu 5 imiş. Daha sonra n'im neçədir? M plus 1 bölünsün 2 isə -5 edəcək. M plus 1 -10 edəcək. N də -11 edəcək. Demək ki, burada -11'dir. Aydın oldu mu indi burada? İndi bunu silirəm. İndi bu biz nəyi tapdıq biz burada? Biz 2x çıx 1'in hansı aralıqda olduğunu tapdıq. Yəni bizim bu f'umuzun, funksiyamızın özünün hansı aralıqda olduğunu, öz təyin oblastının, bu sonradan əmələ gələnin yox, özünün hansı aralıqda olduğunu tapdıq. Demək mənim funksiyam, yəni bir fu funksiyam, bax bu u 5 ilə f'umuzdakı bu u 5 ilə -11 arasında qiymət alır. İndi mən sənə f2 çıxılsın 1'in hansı aralıqda qiymət aldığını soruşuram. İndi bunu necə həll edərsən? Bunu bax, mənim bu f'umdakı u 5 ilə 11 arasında tabunu yazmıram. Burada yazmışam. Bunu ortalığa gətirim. Bu aralıqda qiymət alırsa f 2 çıxılsın 1'i də aparıb burada u'nun yerinə yazacağım. Burada yazıram -11 kiçikdir 2 çıxılsın 1 kiçikdir 5'dən. Modul cavab onsuz da mənfidən böyük olduğuna görə bu tərəfi həll etməyə ehtiyac yoxdur. Hər zaman bu 0'dan böyük olacaq. Bircə dəfə buranı həll etsək kifayətdir. Düzdürmü? Bu aralıqda qiymət alır uşaqlar. Bu daxildir da. Bayaq yazmağı unuttum. Gəl bunu həll edək. Modul x çıxılsın 1 kiçik bərabərdir 5'dən həll etsək, bir dəfə bunu belə yazacaq, bir dəfə də belə yazırıq. Yəqin ki, bunu bilirik. x kiçik bərabərdir 6'dan, böyük bərabərdir -4'dən. Demək ki, -4 ilə 6 arasında qiymət alacaq. Düzgün cavabımız A bəndi. Ümid edirəm, qaranlıq qalan bir yeriniz qalmadı. Mənim ən çox, yenə deyirəm, vaxtıma aparan sual bu oldu. Ən çox da izahını necə verim deyə. İnşallah ümid edirəm başa düşdünüz. Gəlin keçək 17 nömrəli sual. 17 nömrəli sualı isbatı ilə yazaram. Biraz çox başımızı ağırtmayıb mövzudan da kənara çıxmaq istəmirəm. Bunu dərs izahında deyərəm. Dəftərinizə qeyd kimi götürə bilərsiniz ki, baxın, bu funksiyanın, ana funksiyamızın qiymətlər çoxluğu -14 ilə 6'dır, düzdürmü? Bu funksiyamızın da qiymətlər çoxluğu dəyişməz. İçərisinin fərqli olmağı sizi qorxutmasın. Bu təyin oblastıdır. Təyin oblastını sadəcə yazıb bura, yəni rəqəmi dəyişibdir. Onsuz da buranın için nə olur olsun. Elə bunun içi bax, boş versən. Bu mənim yenə u'mun, məsələn bu f'udur da, tutaq ki, bu u'mun içində yazılan yer deyilmi? Onsuz da bura mən sənə vermişəm də, deyirəm ki ağzımda, bura nə yazırsan yaz, mənim funksiyam -14 ilə 6 parçasında qiymət alacaq. Yaxşı. Yəni məsələn mənim bir funksiyam tutaq ki 3 ilə 10 arasında qiymət alırsa, mən sənə nəyi nəzərə tutmuşam? Bir təyin oblastı var. O təyin oblastında sən nə yazırsan yaz. Mənim cavabım bu aralıqda qiymət alırsa, mən bura 2x üstə gəl 5 də yazsam 3 ilə 10 arasında qiymət alacaq.
Tamam mı? İstəyir bura 100 də yazsam, bu maksimum özünü ölçüsə 10 alacaq. Zaten bunun mənası o deməkdir. Durub mən bura, bəlkə bura 1000 yazdım, bəlkə bura 15 aldı. O zaman bunun qiymətlər çoxluğunun bu olduğunu niyə deyəm ki? Qiymətlər çoxluğu y-in aldığı cavablardır. Yəni x-ə verilən bir qiymət var, bir təyin oblastı var. O aralıqda budur. O aralığın təyin oblastının nə olduğunu yazmayıbdı mənə. Yəni hər nə olur olsun, cavabım bu aralıqda alırsa, indi mənim təyin oblastım verməyib, qiymətlər çoxluğumu fx funksiyamın, bir dəqiqə bunu silim, mənim bu fx funksiyamın qiymətlər çoxluğu -14 ilə 6 arasında alır. Yəni sənin bunun içinə nə yazmağından asılı olmayaraq. Ona görə mənim maksimum qiymətim 6 olacaq, minimum qiymətim -14 olacaq. İndi diqqətlə baxın. Bizə bunun qiymətlər çoxluğunu istəyir. Bunun qiymətlər çoxluğu nə deməkdir? Bu tənlim maksimum nə alar, minimum nə alar. Onda biz bura bu moduldadır da prosto. İndi buradan bu cavab maksimum 6 alırsa, durub bura 6 bölə 2 yazmayacağam. Niyə? Deyəcəm ki, 6-nı 2-yə böləndə 3 ən çox 3 alır. Çünki ən kiçik -14 alır. Gəl bunu yazaq. Ən kiçik -14 yazanda onsuz da modul buranı müsbətə çöndərəcək. Ən böyük 14 edəcək. Ən böyük 14 etdiyinə görə 14-ü də 2-yə böləndə ən çox 7 alacaq. Ən böyük qiymətim 7-dir. Ən kiçik qiymətimi necə tapacağam? Modul ən kiçik hansı cavabı alır? 0 cavabını aldığına görə 0-ı da 2-yə böləndə 0 yazacağam. Ən kiçik 0 cavabımı alır. Çünki -14 ilə 6 arasında 0 qiyməti var. Bu ifadəm ən kiçik 0 alar. 0-ı böləndə 0 edəcək. Ən böyük də 14-ü qəsdən qoyuram. Çünki -14 müsbət 14 edib 2-yə böləndə 7 eləyəcək. Düzgün cavabım A bəndi. 18 nömrəli sualda parabolanın y bərabərdir bir düz xəttinə nəzərən simmetrik çevrilməsindən alınan parabolanın tənliyini istəyir. Bunu əvvəlki suallarda var idi. Düsturumuz necə idi? Y bərabərdir hər hansı bir A desə, 2 qalır, 2A çıxılsın Y yazılır. Bu A, bu 1'dir da. İndi bunu yazsaq yerinə 2 qalacaq, 2 dəfə birim, 2 çıx Y olacaq. X'in yerinə x yazacaq, olduğu kimi qalacaq. Y-in yerinə 2 çıxılsın Y yazacağam. 2 çıxılsın Y bərabərdir. X kvadratı çıx 8x üstə gəl 10'a. Buradan 2-ni əlavə eləsək sağ tərəfə, üstə gələk 8 olacaq. Hər tərəfi mənfiyə bölsək, -x kvadratı üstə gələk 8 çıx 8 olacaq. Üstə gələk 8 çıx 8. Düzgün cavabımız B bəndi. 19 nömrəli sualda da x bərabərdir dediyi üçün bu səfər düsturumuz 2A çıxılsın 2 Y olacaq. X'in yerinə A'mız 5'dir. 5 dəfə 2 10. 10 çıxılsın x yazıram. Burada olduğu kimi qalır. Y bərabərdir. X'in yerinə 10 çıx 2 kvadratı 6 vurulsun 10 çıx 2 üstə gələk 4 yazıram. 100 çıxılsın 22 üstə gələk x kvadratı çıx 60 üstə gələk 6x üstə gələk 4'ə. X'in kvadratı çıx 14x 100'dən 60 çıxanda 40 üstə gələk 44 olacaq. Düzgün cavabımız C bəndi. 20 nömrəli sualda belə bir funksiya verilib. Bir dəfə funksiyanın tərsini verib. F tərsi funksiya 2x çıxılsın üstür. Bunu bizdən istəyir. Bizdən istənəni yazaq. F. Sonra gəlir J tərsi 2x bərabər x üstə gələk 4 bölək 3. Mən bunu belə yazmağı xoşlamıram. Bunu bu şəkildə salıram. Düzdürmü? Biz buradan bizdən Jx istədiyinə görə mən bu J burada hal-hazırda mahsur qalıb burada. Mən burada tərsini tapıram bu funksiyanın. Funksiyanın tərsini tapanda, məsələn f2 bərabər 3-dürsə, tərsini tapanda f3 bərabər 2 olur. Təyin oblastı ilə qiymətlər oblastı funksiyanın tərsini tapanda yer dəyişər. O zaman mən bunun tərsini belə tapsam, hal-hazırda bax normaldır. Tərsini tapsam, burada bu içəri gəlir. İçəridəki Jx də çölə çıxır. Amma mənim bu tərsidir, o zaman tərs kimi də çıxdı. Düzdürmü? İndi mənim fx üstə gələk 4 bölü 3'ümün qiyməti lazımdır. Təkcə bax bu dənə bunu həll eləyək. Bax fx-imin qiyməti 2x çıxılsın 3'dür. İndi fx üstə gələk 4 bölü 3 yazacağım x gördüyüm yerə.
2 vurulsun. X üstə gələk 4 bölü 3 çıx 3. 2x üstə gələk 8 bölü 3 çıx 3 edəcək. Bu da edəcək 3-də. 2x üstə gələk 8 çıxılsın 9, yəni çıxılsın 1. Bax, bunun cavabı elədir. Yəni, bunun cavabı 2x çıxılsın 1 bölünsün 3 elədir. Bu mənim j tərsi x-im elədir. Amma mən səndən j-x'i istəyirəm. J tərsi yox. Bunun tərsini tapırsansa, əgər buna çönübsə, beni də daha yerini dəyişəcəm. Yəni, sanki buna bir y gözü ilə bax da. Bu necə izah edim sənə burasını? Aha. Tərsini tapanda bir yerini dəyişirəm. Yəni, bu bir y-dir da. Y, bax, j-x idi, unutma. İndi birdən bunlar yerini dəyişək. 2y, x ilə y-in yerini dəyişirəm. 2y çıxılsın 1 bölə 3 bərabər x. İndi bu y-i tap buradan. 2y çıxılsın 1, 3x edər. 2y 3x üstə gələk 1 edər. Y də 3x üstə gələk 1 bölə 2 edər. Bu y j-x idi. 3x üstə gələk 1 bölü 2. Düzgün cavabımız olacaq C bəndi. Və yaxud da bunun tərsini daha tezə tapa bilərdim buradan. Tərsini tapanda buradakı ilə aşağıdakı yerini dəyişir. Həm də işarəsini dəyişir. Amma biraz baş ağrıdısıdır. Nəyə lazımdır? Nəyə lazımdır yox. Əvvəlki videolarda onu demişəm. Sonra deyəcəklər ki, ondan niyə yazırdın? Onun öz yeri var. Bu qısa olsun deyə belə yazdım. Beləliklə test 20-yə qədər də, daha doğrusu sual 20-yə qədər də həll etdik. Növbəti testlərdə görüşənədək rəylərinizi əsirgəməyin. Allah'a əmanət, özünüzə müğayət olun.